Salam əziz dostlar. Bugün sizə yenə bu tulpanlığa gəldim. Söz vermişdim ki çəkəcəm. Bugün buradan sizinlə bir qısa da olsa video çəkəcəm tulpanlar haqqında. Həm də bəzi suallarınıza cavab verəcəm. Bunları belə gün belə çox vurur deyə indi günorta çəkirəm. Çünki səhər-səhər yumulu olurlar. Amma belə indi açıqlar tamam. Bunları xalamdan soruşdum. Deyir ki, bunları indi payızda. Tamam, bunlar çiçək açıb solacaq. Ondan sonra yarpaqları falan quruyacaqdır, yatacaq yerə. Ondan sonra deyir bunu çıxardırım yerdən. Yerdən çıxardır. Ondan sonra bir də payızda, noyabr ayı girəndə təzədən yenə yerə əkir. Onda da belə özü həm belə pöhrəliyir yanlarından, həm də çiçəkləməyə başlayır. İndi biraz gün çox çıxıb belə xarab eləyir. Günün altında belə çox olanda büzüşür. Həssası deyil çiçəkləri. Belə büzüşür, amma səhər-səhər, axşam-axşam olanda yığılırlar. Belə qəşəng üç rəngi var. Həm belə rozbudur, həm qırmızıdır, həm də belə sarılı, zehli. Belə qəşəng rəngləri var. Çox da qəşəng görünür. Belə göstərdim. Biraz gün düşür deyə tam bilmirəm nə tər çıxır. Amma çalışacağım ki biraz da olsa sizə bunu çəkim. Lalə soğanları çoxdur. Hər yerə belə əkifdir. Hər yerdə lalələr var. Burada yerdə də keçən ildən yerdə qalıb. Bunu belə sizə canlı göstərim. Keçən ildən yerdə qalanda deyir belə gödək olur. Ya heç bəzən çiçəklənir, amma çiçəkləyəndə də belə boy gödək olur. Deyir belə qalır. Yəni bu yerdə qalanlara da keçən il yaddan çıxıb qalanlarda da yəni olur ki birdən qalır. Və gedirəm bu gözəlliklərə doğru. Burada da keçən ildən qalanları var. İndi bunların hamısını çıxardacaqdır yerdən. Zaryatkam çox azdır əziz dostlarım. Elə bunlara gəlmişkən sizə video çəkirəm. İndi inşallah ki çəkərkən qutarmaz zaryatkam. Burada nərgizli, qırçınlı nərgiz. Burada da nərgizin belə növü var. Hamısı qəşəkdir. Belə üzü, belə hamısı çiçəkləyib. Bunu nə vaxt çıxardırsan yerdən? Deyirəm, bunları yerdən nə vaxt çıxardırsan? Bu qızlar səndən soruşurdu. Yarpaqları solanda, noyabr ayda əkirəm. Hə, əvvəllərindən başlayıb əksən də. Noyabr, girdi mən bunu əkirəm. Bunu yerinə nəsə verirsən, dərman mı, kübrə mi, ya nəsə? Burada heç nə yoxdur. Elə adi torpağa. Adicə torpağa əkmişəm. Keçən il yenə peyinzad verdim, onu gedir. Vaxtım olmadı. Gəl bunun gözəlliyinə bax. Bir dənədir. Bu niyə bir dənədir? Onun soğanların pay vermişəm. Hə, qəşəkdir. Samşa vermişdim. Bir də gördüm ki, hamısı ondan gelir. Buradan çıxardanda bilmirsən soğan hansı. Hə, bunları nəsə nişanına qoy. Bir yadından Hə, çıxmaz. nişan deyiləm. Çıxardanda deyiləm, sıçrayacaqdan sonra da qatmaları düşür, itir. Adiliyəmirəm. Hə. Sayasan belə, nə bilim. Mənim üçün maraqlı deyil də. Neyinəm ki, mən Yox. əkirəm hansından çıxa. Amma cərgə ilə olsa qəşəng olar. Hə, qəşəng olar. Bunlar laf qəşəkdir. Bu heç elə bil isti olursa da açılmayıb bu. Yox, o elə olur. Hə, bu elə belə. Balacadır. Keçən onlar nə boyda idi? Bu laf qəşəkdir. Bu amma elə bil biraz balacadır. Boy buxunu filan. Onun özü boy da balaca olur, özü də. Qəşəng qırçınlıdır bu. Əjdaha qızı deyirəm mən ona. Hə. Olar. Mən deyirəm, ayrıca onu qabil almışdı. Ağcavətdən götürəm. Nə toxum çalışsa. Onun da toxumu satırlar elə. Soğanı satırlar da. Yaxşıdır. Bilmirəm ha onu mən. Soğanı satırlar, ona nə bilim dipçəkdə özün satırlar. Çəhrayələrə ləskər dipçəkdə alıb getmişdi. Sarı ilə çəhrayə. İndi dükandan hər hansı birini alıb əksək olacaq o gələnlə.
Keçən alıb gətirdiyi qalmadı. Amma onu bilirsən hava qalıb. Bax işləyirdi. Hə, o vaxtlar, hə. Bax onda Hindistandan alıb gətirmişdi. Çəhrayla onu. Hərəsindən bir dənə bir qabda. Gərək elə mən də olmayan rəhlərdən, səndə olmayanlardan alam mən də. İndi baha verilir. 12 manat idi. İndi bir 4 manatdır. Mən də dər alım 14 manat. Çox bahadır da o elə. 4 manata bir Mən dənə. də bunu 3 manata verirəm, heç alan yox. Hə. Kim istəsə sən deyərik endirim eləyərsən, onlara alarlar. Niyə ölür? Zəfəranlar. İndi onu da soğanın çıxardasın. O həqiqi zəfərandır da onlar. Bana da vermişdilər, amma niyəsə bilmirəm, yoxa çıxdı onlar. Bilmirəm. Bu qırmızı, bu rozvalardan istəyəcəm bax səndən. Mənə bundan saxla. Gözəllər. Hamısı gözəldir. Sizin üçün belə doya-doya çəkirəm ki, baxın, izləyin. Çox bəyənmisiniz. Çox bəyənmisiniz. Çox xoşunuz gəlib. Həvəsim yox qorxuyor. Bax bu ikisi də ondan olacaq. Qırçınıdan. Özün düyməsindən bilirsən ki. Çəhrayı bu qırçınlılarda, hə, oxşuyur da içindən çıxır. Görürsən, qırçınları. çəhrayının neresi var, hələ gömrək göydü düymə. Hə. Yo, məndəki 4'ü də qırmızı çıxdı da bunlardan. Canı sağ olsun. Heç yoxdan qırmızı yaxşıdır. Hə. Adam var, heç o da yox. Qəşəngdir. Biraz da o tərəfdəki şəb boylarını çəkim. Əzmiyim. Bunları gözlə görəndə daha gözəl görükür. Videoda elə yaxşı çıxmır. Onların öz gözəlliyini videoda göstərə bilmir insan. Belə həqiqi o gözlə görülən gözəllik bu çəkə bilmirəm. Video elə çəkmir. Afətin olanda, rəsm oturub içində. Hə. İndi yoxdur. Onu deyəsən çox veribdi. Vermədi, onlar onu. Biraz da o tərəfdəkiləri çəkim. Və gəldim bunun da boylarının yanına, xalamın. Biraz xalamla da söhbət elədim. Onu danışdırdım ki, qoy bəzi sirlərini öyrənim. Siz də bundan yararlanasınız. Bu da boyudur. Belə gözəl, hamısının qəşəng vaxtlarıdır. Çiçəkliyib, həm də qoxuları qəşəngdir. Arada bir-iki dənə belə tünd rəngləri də var. Amma belə ən çoxu belə açıq rəngidir. Bir budaqda nə qədər çiçək. Çox çiçəklidir. Biraz da qab güllərindən çəkim. Sizlə sağollaşım. Əziz dostlarım, sizin hər birinizə təşəkkür edirəm. Son zamanlarda videolarım çox bəyənilir, çox izlənilir. Allah hər birinizdən razı olsun. Həyətiniz, qapınız, bacağınız həmişə gül və çiçəkli olsun. Gəldim belə geranın yanına. Geranı da belə qəşəng. Bundan məndə də var, bilirsiniz. Məndəki daha gözəl çiçəkliyibdir. Bu biraz həyətə gec əkibdir, gec çıxardıbdır, belə cılızdır. Bu ceyran gözü hələ indi düymələmək istəyir. Bu biraz cır versiyasındandır. Bu geran da belə xarab olub. Elə çox qəşəng görkəmdə deyil. Belə gülləri var. Burada bir növ belə kalonşu var. Bu tam ağ deyil də. Bunun içində biraz Onun içində rozvusu var. rozvusu var. Tam ağ deyil.
Onu tamam buda. Hala çiçeğim. Tamam buda koy özüne gelsin. Onun biraz çiçeğini dedim dursun, sonra onun çiçeğini koparacağım. Akşam təzələyəcəm. Bunu da təzələ bu balzaminləri. Onca dolub da, ikisi varım da təzəlsin. Elə mi? Hı. Güzeldi, güzel. Bu neyse halından memnun değil bu gül. Bu neyse halından memnun değil. Onun qabını dəyişdim, oldu elə. Biraz su ver, hə. Bu da artıq çiçəklərin solur. Pul gülü. Ha da güzel havaktaydı. Yanvar idi, dekabr idi o açanda. Dekabr olmazdı, yanvar. Hə, qəşəng xeyli qalıb deyirəm də xeyli vaxt onu görürəm mən. Bu da yeni incir. Səndə o qırmızı olan balzamindən yoxdur, eləmi? Balzamın hamısıdır. Bu cam gözəli. Cam gözəlindən yox. Keçən bir ili var idi qəşəng səndə. Ha, bir il var idi, o da belədən getirmişdim. Mən hara geçsəm oradan gül gətirirəm. Bu sırqa gülü də elə dadımlıqdır. Elə bir dənəsin. O, gələn ay açacaq. Hə. Sırğa Bura gülü qəşəng sərindir elə. may ayı qəşəng olur. Mən də kölgəyə qoyandan sonra boyu ucanıbdı çiçəyin. Ay Allah, bu nə qəşəngdir. Bu böyük çiçəklidir. Bu 50 qəpikdən böyük olar bunun ortasındakı bəlkə də. Böyükdür. Hə, qəşəng böyük Sən çiçək. gedim qəpik gətirim. Yox. Bu da xeyli vaxtı bax bunu mən görmüşəm üstündədir. Bundan biraz artıdır. Olar ki lazım olar. Hələ gözləyirəm böyüsünə, çox zəif böyüyür onlar. Qabı bəlkə də balacadır. Daş kimi deyim, onu biraz su tökdüm. Çox şeydir. Hə, onlar çox su sevən olur. Gərək hər gün verəsən. Bir də mən bilirsən nə tər eləyirəm. Elə qoy qızlar da bilsin. Banan qabığını qoy suya. Allah günü. Soğan qabığını çoxlu qalanda yandırır. Acı qoy. Mən bir də pesok səpmişdim qışda. O gün bir izləyicimiz dedi ki, bəs pesok səpdiniz ki, qəşəng olsun. İndi yarpaqları görünmür. O cır olanımı. Onu da Yataq görünür. deyir qəşəng görünmədi də. Elə bil deyirdiniz şəkər verəcəm, yaxşı olsun. Onu mən elə verəndən sonra şey oldu. Düşdü yerə əlimdən o həmin o yarpağın tökən. Elə bu torpağı dağıldı, nə oldusa, kökü elə bir zədələndi, nə tər olsa, indi biraz özünə gəlməyə başlayır. Onun qəşəng vaxtın videosunu çəkmişdim. Hamı bəyənmişdi, xoşlamışdılar ki, qəşəng görünür. Sonra heyelanmaq xarab oldu. Deyildiyinə baxma, mənim gülümü çürütdü. Ümumiyyətcə heç çox elə şeylər verməyəsən, onda elə bil tez xarab olur. Sən nə tər verilir? Su, torpağa bir günləri suladın, sabah keçdin, bilsin, o qidalanıcı şeyləri vermək lazım. Bir damcısını verəsən, hə, az-az verəsən. İndi bu sərbüsün hamısı açanda nə gözəl olacaq. Gör nə qədər düymə var Hə, onda. qəşəng. Bunu da budağından bitir. Budaq deyil, toxumundan bitir bu. Bu onu şaxta vurdu, burasını kəsdim. Ağ dözdə məncə bu. Bilmirəm hansı rəngdir. Bunu kəsmədim, hayfım gəldi. Çox zadlı idi, həm də o heylə ölməmişdi. Bu ölürdü. Görsən onun yarpağı nə qədər böyük-böyükdür. Qəşəngləşən vaxtlarıdır güllərin artıq. Düymə verib ki, yarpaqlar kiçilir. Belə, buradan da videomuzu bağlayaq. Xalamla sirlərin örgəndik.